Pərvin müəllim, Bəli. bir izləyicimiz soruşur ki, 3-cü qrupda vəziyyət necə olacaq? Bəli, bildiyimiz kimi 2025-ci ildə ən kritik qrup oldu və 200, 250 bal, 300 bal, hətta ondan çox bal toplayan şəxslər balı çatmadan və yaxud da düzgün seçim etmədiklərinə görə kəsildilər. Bunların hamısı bu illəri yenidən bu qəbul imtahanlarında iştirak edəcəklər. Bu da onu deməyə əsas verir ki, bu illər yenə də 3-cü qrupda rəqabət güclü olacaq. Əziz abituriyentlər, əgər qəbul olmaq istəyirsinizsə, yaxşı yerə düşmək istəyirsinizsə, mütləq və mütləq çox çalışıb yüksək bal toplamaq lazımdır. Yəni, mənim şəxsi fikrim olaraq 3-cü qrupda yenə də rəqabət güclü olacaq, amma buraxılış imtahanları, blok imtahanları yekunlaşdıqdan sonra, plan yerləri elan olunduqdan sonra daha da dəqiq fikir söyləmək olar. Hələ ki, fikrim odur ki, rəqabət güclü olacaq və daha yaxşı oxuyub yüksək bal toplamaq üçün çalışın.